Hörmətli izləyicilər, xahiş edirəm videoya baxmazdan əvvəl Gürbulaq 100 kanalına abunə olasınız. Videoya baxdıqdan sonra like etməyi də unutmayın. Səməd Vurğunun xəstə vaxtı götürüb mansırı üstündə bir belə söz yazır. Görək nə yazır? Dedim ey elinden ey gününden ey ayrılan könül, aran ey bir vaxt tapıp ağlasın geraya, yağır kalma yağır kalır. Ezdin ey ezberin ey neylim kırılmış kimi, çekin ey sinesini dağlasın geraya, yağır kalma yağır kalır. Ay ezdin ezberi kırılmış kimin ey balay balay yalay elinden da düşer canım. Çekin ey sinesini ey dağlasın gayr, ey dağlasın gayr. Elinden gününden ayrılan könül ara bir bak tapıp ağlasın gerek. Əzzi, əzbəri qırılmış təki, ağ çəkir, sinəsini dağlasın gerek. Götürüb o birisini. Dedim ey demirem ey ağlayıp ey neylim ay bala döysün özünü. Anan ey kar gezip ey dişsin üzünüm öyüm yıkam öyüm yıkayım. Ne kadar ey olsa da ey vatan sözünü, çekin ey yüreğinde saklasın yaraya, yağır kalma yağır kalma yağır kalır. Ana kadar ey olsa da vatan sözünü ey balay balay yalay onlara yalan yanır. Çekin ey yüreğinde saklasın yaraya, yağır kalma yağır kalır. Demirəm ağlayıb döysün özünü, tufana qarq edib dişsin üzünü. Ne qədir olsa da vətən sözünü, çəkib ürəyində saklasın gerek. Götürüb divara.
xəstən ey bimaram ey ağrın al ey bir qırıq kamal görmədim ey dostlardan ey ürəkdən yanayım eller ey vurgun deyir ey axtaran zaman ah çəkin ey qaralar bağlasın gərək ay ay eller ey vurgun deyir axtaran zaman ey bala gala yerinden cüda düşen canım ah çəkin ey qaralar bağlasın gərək ay rızalım ay rızalım xəstə bimaran bir qırıq kaman görmədim dostlardan ürəkdən yanan eller vurğun deyib axtaran zaman ah çəkib qaralar bağlasın gərək